Bir də baxacaqsınız ki, öz-özünüzə danışırsınız, öz-özünüzə deyinirsiniz. Bəzən olur da, məndə də. Bir də görürəm, oturmuşam, hiss edirəm ki, öz-özümə danışıram. Deyirlər, adətən insan yaşlaşanda öz-özünə danışır. Yolda gedəndə, məsələn, əli ilə, qolu ilə belə elə bilsən ki, yanında kimsə var da. Çox-çox sağ olsunlar. Bu, bəzi məmurların sayəsində artıq öz-özümüzə danışmağa başlamışıq. Bura baxın. Bir yaxından çək bunu. Yağı da, qaymağı da, hər şeyi bunun içindədir. Bu nə baldır, əziz dostlar. Hər bir insan bilməlidir ki, təbii bal temperatur soyuduqca hava ilə reaksiyaya girir və xarlanıb donmalıdır. Baxın, bu xarlanmış baldır, gördüyünüz kimi. Kim də istəsə, Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pulsuz olacaq. 051 546 39 39 zəng eləyirsiniz. Bu cür möhtəşəm xarlanmış ballardan sizin üçün də göndərib düz ünvanınıza qədər çatdırırıq.